Sabahınız xeyir olsun. Qızlar, səhər saat 6-dır. Mən hazırlaşıram. Bloger və influencerlar forumuna getməyə. Tezdən durmuşam. Üzümə nəmləndirici çəkmişəm. Dünən axşamda kağız maskası eləmişdim. Üzümdə qalmışdı yatağımda. İndi isə nə verirəm. İndi də çayımı dəmləyib çayımı içəcəm. Sonra da hazırlaşıb gedirəm. Mən də 2 dənə yumurta ilə kifayətlənəcəm. Çünki nə həvəsim yoxdur sürə qoymağa, nə də ki iştahım yoxdur. Səhər tezdən olduğuna görə bunu yeyib qaçıram. Bu məhsulları çoxdandan almışam, ancaq açmaq qismət olmurdu. Dedim ki, elə Bakıya getmişkən bunu da açaq, çünki içərisində bir çanta var ki, onu özümlə götürəcəm. Həmin çantadan 2 ədəd almışam, birini gəlinimiz üçün, birini isə özüm üçün. Ümumiyyətlə, mən mini boy çantaları çox sevirəm, çünki düşünürəm ki, gündəlik həyatımızda dəhşət çox heç nə aparmırıq, ona görə bu ölçü bizim üçün kifayətdir. Əslində, içərisi genişdir, belə balaca görünməyinə baxmayın, ən çox sevdiyim də elə balaca görünüb içərisinə çox məhsul yerləşməyidir. Həmin bu çantanı almışam gəlinimizə, yəni gül qurusu rəngindədir, çox gözəldir, rəngini çox bəyəndim. İkincisini isə özüm üçün almışam, indi bunu qoyaq yerinə, ona baxaq. İlk dəfə ad günü olur və hələ ki nişanlıdılar. Düşündüm ki, ən yaxşı seçim elə çanta olar, çünki tanımıram elə çox. Yəni alacağım məhsulu bəyənəcək, bəyənməyəcək, bu biraz risklidir. Ona görə ən yaxşı seçim çantadır, çünki məncə çanta nə qədər çox olsa qızlar üçün o qədər daha yaxşı olur. Düzdür, mən artıq hədiyyəsini təhvil vermişəm və o hədiyyəsini də bəyənibdir. İndi isə keçək mənim çantama. Eyni çantanın fərqli rəngidir. Mənim öz seçimim bu rəngidir. Yəni ilk dəfə elə mən bu rəngi vurdum ki, özüm üçün istifadə edim. Sonra gördüm ki, çantanın boyu balaca olsa da içərisi çox genişdir və rahatdır, gündəlik istifadə üçün uyğundur. Ona görə birini də sifariş etdim. Bunu artıq özüm istifadə etdiyim üçün belə rahat şəkildə açıb sizə tam göstərirəm. Birində içərisində bir dənə də belə uzun ipi var, rahat şəkildə götürmək olur. Sadəcə mən artıq götürən biri olaraq deyim ki, rəngindən ötəri biraz çirklənmə ehtimalı böyük olan çantadır. Əgər siz də almış olsanız, nəzərinizdə olsun ki, bu rəngləri istifadə etmək biraz çətindir. Və sonunda hazırlaşdım. Gedirik birlikdə Bakıya inşallah. Tripodumu götürmək istəyirəm, çünki mən orada şəkil çəkəcəm və yanımda heç kim yoxdur. Ən yaxşısı ilə tripoddur. Qoyaq çantamıza, çıxaq gedək dedim, ancaq təəssüf olsun ki, bu tripodumu çantama yerləşdirə bilmədim. Əlavə də çanta götürmürdüm, ona görə başqa balaca tripod götürdüm özümlə. Gəldik, çıxdıq Sumqayıtın vağzalına. Qiyməti 1 manat olan belə bir avtobusdur. Minirik, gedirik, düz 20 yanvarda düşəcəyik. Özüm üçün belə mini atışdırmalıqlar aldım, çünki yol uzundur, acmaq ehtimalım böyükdür. Və gəldik, çıxdıq 20 yanvara, uzun müddətli metroya da düşmür. Və metroya hər düşəndə şükür edirəm ki, Bakıda yaşamıram, Sumqayıtda yaşayıram həqiqətən də, çünki Bakının bu probkası insan övladına verilə biləcək ən böyük zülümdür məncə. Gözəl Bakımızın Nərmanovuna gəldik, çıxdıq. Tədbir Bakı Konqres Mərkəzində keçirilirdi. Ümumiyyətlə, içəri o qədər gözəldir, insanın gözünü oxşuyur. Mən burada bir dəfə də konsertdə olmuşam, çox bəyənmişəm. Ancaq sizə deyim ki, burada qiymətlər həqiqətən də çox bahadır. Bir də mənə sual verirlər ki, burada siz ödəniş etdinizmi? Təbii ki, etdim. Biletlər ilk başlayanda olurdu 85-100 neçə manat, ancaq sona yaxın düşmüşdü 50 manata və mən isə 40 manata aldım. Düzdür, mənə qohum-əqrəba deyir ki, boş şeylərə pul xərcləyirsən, ancaq mənə görə bu boş deyil, çünki mən bu işlə məşğul olmağa çalışıram, buradan qazanc götürmək istəyirəm. Demək ki, mən xərcləməliyəm, ancaq blogerlərə çatmağıma çox uzun yollar var. Əgər siz mənə dəstək olub səhifəmi tez böyütsəniz, təbii ki, daha tez çata bilərəm onlara. Burada mənə dedilər ki, hələ vaxtı deyil, girməyin, ona görə gəzirəm bir həm. Orada bir dənə bilyard var idi, bilyard var idi. Biraz orada başımı qatdım və artıq zal açıldı, gəldim. Əsas məqsədim ilk sıralarda oturmaq idi ki, yaxşı görüm qarşıdakıları. Sonradan fikir verdim ki, zal elə də böyük deyil, harda oturursan otur, qarşını yaxşı görmək mümkündür.
və sonra isə özümü çəkmişəm. Özümü çəkəndə biraz əziyyət çəkdim, düzdür, tək olduğum üçün. O biri tripodumu da demək olar heç istifadə etmədim, çünki qırıq idi. Ümumiyyətlə gərək özümə bir dənə yüngül tripod alım, hansı ki gündəlik işlərimi görməyə mənə rahat olsun. Yoxsa belə mən uzun, böyük tripodla hər yerə gedə bilmirəm. Əylənmək üçün isə məncə maraqlı bir gün olacaqdı. Birinci olaraq sazda çıxış etdilər. Çox gözəl ifalar etdi. Həqiqətən də mən normalda saz sevmirəm. Yəni belə deyim də, qədimi mahnıları falan sevirəm. Sazdır, muğamdır. Bunlar mənlik deyil. Yəqin ki, yaşlananda mən də sevəcəm, ancaq hələ ki ürəyim istəmir. Ancaq ifa edən çox gözəl ifa etdi. Həqiqətən də bəyəndim. Biraz da tədbirdən, səhnələrdən qoymuşam, danışıqlardan, burada aktyorlardan və eyni zamanda aparıcı Azərqərib də oradaydı. Maraqlı bir gün oldu və videoda hər birinin danışığını videoya çəkmişəm. İstəsəniz onu izləyin, istəməsəniz də bu hissələri ötürüb növbəti hissəsinə keçid edə bilərsiniz. Mənim üçün tədbir ona görə yadda qalan oldu ki, sevdiyim aktyor, aktrisaları gördüm. İndi fikirləşirəm ki, növbəti dəfə hara gedə bilərəm ki, daha belə maraqlı günlər keçirtmiş olum. Çünki hər nə olursa olsun, həqiqətən də insanın həyatında yenilikdir, enerjisinin yenilənməsidir. Ümumiyyətlə isə yeni insanların tanımaq üçün bir şəraitdir. Burada sponsorlardan danışırdılar. Onu deyim ki, xeyli sponsorlardan danışıblar. Adamı bezdirənə qədər demək olar ki. Qonaqlar, dəyərli moderatorumuz, spikerlərimiz, hər birinizi bloger və influencerlər forumuna xoş gördük. Açığı günlərdir açılış nöqtələrlə danışacağımla bağlı çox fikirləşirdim və bu qərara gəldim ki, artıq 4 ayda biz bu işi görürük, 4 ayda bu forum üçün hazırlaşırıq və 4 ayda spiker moderator görüşlərində, televiziyalarda, radiolarda bu tədbirlə bağlı geniş məlumat veririk. Onu qeyd etmək istəyirəm ki, milyonlarla gigabayt informasiya da olur. Bu sadece bir akım değil, bu content densidir. Ucu bucağı görünmeyen, fırtınalı ve amansız bir denizdir. Səthi bürüyen keçici hayat dalgalarıyla nece mübarizə varmalı. Denizin öz kanunları var. İndi ise iştirakçı donanmamıza seslendirəm. Donanmamız hazırdır. Biz Azərbaycanın rəqəmsal gələcəyinə doğru yelkən açırıq. Marşrutumuz bəllidir. 6 il. Hoş geldiniz. Bakı Slavyan Üniversitesi'nin dosenti, filosof, fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Ötkün. Hoş geldiniz. Çox sayılı serialların layihə rəhbəri, sevilən aktyor Elməddin Cəfərov. Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Baş İdarəsi Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzinin həkimi, psixiatr Orxan Fərəcli. Beləliklə söz sizdə. Alqışlarla başlayalım. Hoş gördük her birinizi. Xahiş edeceğim spikerlerimizden mikrofonlarla konuşsunlar ki biz onlara eşidelim. Birinci bugün bizi de bu sahneye getiren insanın en qədim ihtiyacından görünmək, eşidilmək, təsir etmək istəyindən danışacağım və sadece platformalar değişir. Bir zamanlar büyük meydana çıkıp hamının sustuğu ve bir deyək ki, nöronun danışdığı meydan öz yerini ekrana verir. Tribuna ise sosyal hesaba ötürür yerini. Ama bir sual açık kalır ki, üzdə olmaq insanı böyüdür, yoksa ki içindeki o boşluğa daha gür ışık saçır. Ya da influencer dediğimiz adam kimdi? Yani bu adamlar yeni dövrün müellifleridir. Yoksa dikkat pazarının alverişçidirlər, yoksa onlar cəmiyyətin aynasıdır. Biz bugün kimisə ittiham etmək, yani kimisə ittiham etmədən və mədəniyyəti də muzey eksponatına çevirmədən, sosyal medyanı ise ne iblis ne de melek çıkarmadan çalışacağım söhbət etmeye. Çünkü bəzən cəmiyyətin hara baxdığı yox. Genel like'ın sayının artık bir sosial statüsünü
müəyyənləşdirməyə başladıkca mənim səhifəm daha çoxdur, mənim paylaşımlarım daha çox rəy gəlir və bu onda bir rahatçılıq hissi, bir sosial mükafatını almağa başladı. Və bu sosial mükafat da təbii ki, bir yerdən sonra artıq qoparsa bu problem deməkdir ki, yəni adam bütün şəxs, bütün motivasiyasını, bütün o yaşam enerjisini paylaşmaq edən bir rəy üzərinə, baxış sayı üzərindən qurursa, təbii ki, bu problemdir. Deyək ki, az bəyənmə bunu silirsə, yenisini yüklüyürsə, hər dəqiqə girib kontrol edirsə ki, görün bu nə qədər adam baxdı, nə yazdılar altında, təbii ki, bu artıq problemdir. Amma yaratdığı kontenti nə olur olsun, mən bunu yaradıram. Yəni, məqsəd nədirsə orada. İndiyə ki, biz irəliyən saatlarda toxunacaq müəyyən şeylər var ki, bu narsizm adını çəkdir, bu real narsizmdir ümumiyyətlə, yoxsa yox, bir baxmaq lazımdır. Təbii ki, yəni, hər paylaşım etmək istəyən, yəni, buna narsistlik demək olmaz. Bu tamam fərqli bir şeydir. Amma diqqət toplamaq artıq onun həyat enerjisinə çevrilirsə, o diqqətsiz qala bilmirsə, o diqqətə görə, hətta bəzən o real, virtual mənlə real mənim arasında da bir qopuqluq olur. Yəni, sosial şəbəkədə öyrəşib, hər kəs hörmət edir, hər kəs xoş şeylər danışır, amma reallığa gələndə başa düşür ki, bu əslində o deyildir. Yəni, bunda artıq bir dərin depresiya yaşayırsa, dərin bir üzüntü yaşayırsa, bəli, bu artıq buna bir problem kimi baxma olar. Məsələn, sekulyar rahiblərin. Onlar istədiyi ailəni dağıda bilirlər. Onlara kifayət qədər şərait yaradılır ki, orta təbəqə, xüsusilə bu ciddi bir məsələdir. Orta təbəqənin əxlaqını dağıtmaq, orta təbəqənin ki, ən mütəşəkkil təbəqə odur. İndi biz, məsələn, Avropada söz sahibi güc kimlədir? Orta təbəqədə, demokratiyadır, gedir, səs verir, istədiyi şeyi öz səsi ilə dəyişə bilir. Bunlar istəyirlər ki, orta təbəqənin o mütəşəkkilliyini dağıtsınlar. Dünyanı təklərə parçalasınlar. Məsələn, burjua əxlaqı dövründə bir aydan sonra baxdım ki, həmin aktyorlarla blogerlər də var aktyorlar içində videolar çəkib paylaşır. Mən zəng elədim ki, qardaş, bəs nə var sponsor görür? Deyir, qardaş, mən reklam göndərək, sən aktyorlar bunu. Bu bir problemi də yaşayır. Biz seriala baxırıq, mən serial çəkəm, orada sponsor edəcək, nəsə bir şey sunacaq, yox. Həmin aktyorlarla gəlib fərdi danışır, 30 sənədir oyuncular, reklamlar. Mənim qardaşım o vaxt abo işlə məşğul idi. İndi də o biznesdədir. Biz bir dəfə Instagramda, o mənə dedi ki, mən batdıq, dedim, niyə batdıq? Instagramda bir link atdı ki, pulsuz aboy verən bir mağaza açılır. Dedim, abi, baxmamış ki, biz bitmiş, yallah etmiş. Pulsuz aboy olar, belə bir şey olar. Sonra hər insanların özündə mən görüşdüm, çox maraqlı gəldi. Dedim, qardaş, siz həqiqətən pulsuz aboy verirsiniz, gəlin sizin pulsuz reklam edin. Ay, ne kimdə pulsuz aboy verən, bunun özü bir reklam etmiş, strateji vermiş. Dediğim kimi əslində, biraz bizə rəqib oldular. Ya da belədir, onlar bizə rəqib gəlirlər, həyat elə yatır ki, biz ondan rəqib olmağa çalışdıq. Bir də onu deyim ki, səhnədə hər şey, çoxu deyəcəm də, sənət adamlarımızsınız, oynadığımız səhnələr falanlar deyəm, bu bir maskadır. Bunun başlanğıcı və sonu, rejissor başladı, motor deyəndə başlayır, bitti, son deyəndə bitir. Amma real həyatda insan maskayla yaşaya bilməz. O blogerlər, falanlar, istəmirəm əsrafırlar. Canlıda 6 saat da olabilir, 10 saat da olabilir, amma reallıqları o deyil təbii ki. Yəni həyatla, çox təəssüf ki, onu həyat kimi satdılar kütləyə, yeni gənclərə. Qısaca onu deyim ki, səhnədə bu maskadır, həyatda isə bu məsuliyyətdir. Mənə görə çox böyük məsuliyyət. Əgər bu yeni dövr obrazın nüfuzu, təsir gücünü və ictimai səsi dəyişirsə, deməli, mədəniyyəti də dəyişir deyə düşünürəm. Çünki, misal üçün, ən belə maraqlı nümunələrdən və müşahidələrindən biri odur ki, biz hamımız yəqin ki, Kəramət Böyüçölün statuslarını oxumuşuq. Biz hamımız yəqin ki, onun müsahibələrindən bir parça izləmişik. Amma kitabını hələ də almayan xeyli insan var aramızda. Və maraqlıdır ki, biz bu dəyişikliklərdə Müşfiq bəy, itirdiyimiz və qazandığımız şeylər haqqında heç düşünmürük. Və ya bəlkə biz düşünürük, bir çox insan düşünür və bizim bugün bu panelin missiyası bundan ibarətdir. Bu ciddi transformasiyanın içərisində
sizə görə bizim itirdiyimiz nədir, qazandığımız da? Hoş gördük. Əslində tam olaraq da yeni bir şey değil. Biraz miqyası artır, biraz sürəti artır. Amma məsələn bu funksiyanı, blogerlik funksiyasını əvvəllər şairlər deyib. Həcb yazırdılar, kimsə hörmətdən salırdılar, linç edirdilər, onların cazibəli şeyləri dolaşırdı cəmaatı. Sonra aşıqlar var idi, çox idilər. Bütün əksər xalqlarda olub bu mədəniyyət. Elə Ara fasilədə gəldim, aşağıya düşdüm, ayaq yolu axtarırdım. Bu hissələr məni çox qorxutdu həqiqətən də. Elə bil ki, qorxulu kinoda çəkilirsən. Niyə ayaq yolunu aşağıda eləyirlər, onu da başa düşmürəm. Zaten bura zaldır, əylənməyə, musiqi dinləməyə o qədər insan gəlir ki bura. Bu vahiməli görüntü mənə heç xoş olmadı. Makyajımı yenilədim çünki pomadam getmişdi. Onu da qeyd edim ki, burada yemək yemək üçün şərait yoxdur demək olar ki. Çünki mən düşünürdüm ki, nahar fasiləsində yəqin ki, burada olaram, ancaq alınmadı. Çünki burada bufet yoxdur. Hazır nələrsə ala bilərsiniz. O da buterbrod 10 manat, hər hansı bir çay, kofe 10 manat, hər şey 10 manatdan başlayır. Bu da açığı mənim üçün heç xoş olmadı. Yəni 20 manat verirsən, plus doymursan. Amma mən buradan restorandan çıxanda, daha doğrusu buradan çıxanda restorana getdim. Orada daha çox əyləndim. Yedim, içdim, doydum, istirahət elədim. Hər tərəfli rahat oldu mənim üçün. Burada da görürsüz, artıq gələnlər var və onları çəkməyə başlayıram. Panel iştirakçıları və bu toplantıda iştirakçı olanlar. Dəvətdən əvvəlcə məmnunluğumu bildirmək istəyirəm sizə və düşünürəm ki, belə görüşlərin sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki hər bir görüş müəyyən informasiyaların bölüşdürülməsi, bölüşməsi və paylaşılmasıdır. Tərzdə necə çevrilməyi ilə bağlı bir xatirəmi danışaraq giriş etmək istəyirəm. Qurbanlıq kəsirlər. Orada turistlər keçəndə görürlər ki, bu qoyun asılıb. Onun cəmaatın yanında dərisini soyurlar, qan axır və s. belə tükürpədici bir mənzərə edirlər. Vallahi mən Hindistanda gördüyüm mənzərələrə, nə deyim onu, Efiopiyada, Hindistanda, Pakistanda, amma Hindistanda hər il 10 milyonlarla turist gedir. Ümid edirəm ki, yaxşı vaxt geçirirsiniz. Bir auditoriyaya nəzər edim. Bayaq baxdım arxaya, düşündüm ki, daha çox xanımlardır, bəyləri görmürəm. Amma indi baxıram ki, bəylər də var və bu məni sevindirir. Çünki bloger influencer adı gələndə niyəsə bəylər özünə həmişə arxaya atırlar, düşünürlər ki, onlara yaraşmır ya da ki, maraqlarını cəlb eləməyəcək. Amma ümumilikdə, ümumi qavramda, yəni bu geniş bir anlayışdır. Mən bugün əslində səyahət və həyat tərzi paneli altında çıxış eləsəm də fikirləşirdim ki, səyahətlərlə bağlı bir çox yerdə danışıram. Həmişə həyat tərzini görürsünüz və suallarınız varsa paneldən sonra fasilə müddətində də cavab verə bilərəm. Çünki mən bir xanımı kimsə tanıyırsa, istəyərəm əl alırsın. Yəni birinci gördüyünüz xanımı kimsə tanıyır. Allah. Tanıyanlar var, 3 nəfər hardasa sayın. Sağdakını bəs tanıyanlar var. Tanımayanlar mənə çox maraqlıdır, kimlər tanımış. Sağdakı Taylor Swift'dir. Əslində hal-hazırda dünyada ən böyük tur eləyən, yəni musiqi... Hər birinizi salamlayıram. Mənim adım Sevda və məndən qabaq o cür insanlar çıxış etdi. Bizim Raya Azər bəy, mənim kollegam Nərmin xanım. Onlar o mövzuya, turizm mövzusuna, səyahət mövzusuna elə gözəl toxundular ki, mən düşünürəm ki, mən biraz aralanım və özüm ekspert olduğum mövzulardan biraz sizlə danışım. Əminəm ki, bugün yığılmaq səbəbimiz... Və sonunda çıxdıq. Saat düz 5'e işləyib. Saat 9, onun yarısından Bakı Konqres Mərkəzindəyəm. Yorulmuşam mı desən, bəli, yorulmuşam. Çünki yemək yeməmişəm demək olar. Yeməklərindən normal bir şey yox idi. Yəni yemək yox idi deməklə. Mən elə bildim ki, kantini olan bir yerdir. Gedib orada nəsə yer.
Axır ki çıxdım. Saat ucu 5-ə işləyir. Bu vaxta qədər Bakı Konqres Mərkəzində idim. Çox yorulmuşam həqiqətən də, çünki mən orada yemək yeyəcəyimi düşünürdüm. Amma yeyə bilmədim. Çünki yeməyə heç nə yox idi. Hot dog yox. Buterbrot dedi, nədir da Allah. Kendimi çok yaşlı hissettim şu an. Neyse axır bir şey var idi. Amma mənlik değildi də, yəni yeməli bir şey değildi. Ona görə almadım, xoşuma gəlmədi. İndi gedirəm Madoya. Gedim görüm normal bir şey tapa biləcəmmi yeməyə. Tapsam yiyəcəyəm. Gəldim, Nərmanovda Mado restoranı var. Orada qəşəng özümə bir menyu seçdim. Menyu deyəndə daha doğrusu belə, yəni nəsə yeməyə bir şey seçimdə menyu, sırf belə kombo menyular kimi menyular yoxdur orada. Əslində McDonald'sda da otura bilərdim, ancaq fikirləşdim ki, McDonald'sda normal yemək olmayacaq. Ona görə elə acam, gəlim burada oturum. Belə bir ev sayağı qəşəng yeməkdir. 3 kotlet, 2 pomidor, 2 yumurta, əsl doyumluq yemək. Mən qızlarda görürəm, yeməklərdən videolar çəkirlər ya yemək yeyən yerdə. Onlar həqiqətən də çox baxış yığır. Mən bilmirəm, görəsən mən də eləsəm yığar baxış, yoxsa yox. Əslində çox da məntiqli gəlmir. Yəni yediyin yerdə niyə özü çəkəsən ki? Ancaq nə bilim, baxıram cəmaatda tutur da, yəni yəqin deyirəm mən də eləsəm məndə də tutar. Nəysə yeməyimi yeyim, əsas məsələ qarnım doysun. Çünki ac olanda mən deyiləm. Həqiqətən də çox tükənmiş halda oluram. Buradan da çıxdım, metroya mindim, qayıtdım evə, yolum uzun idi. Axır ki gəldim, çıxdım evə qızlar, inanırsınız, elə yorulmuşam, elə bir dünyanı gəzib gəlmişəm. Bu şalvar da belə böyük, enli görsəniz, şəkillərdə qəşəng düşür. Amma realda biraz enlidir, yəni bu bir dəfə belə geyindim, amma növbətdə geyinmərəm də, yəni xoşuma gəlmədi, çünki çox enlidir. Dəhşət olduğundan kök göstərir adamı birincisi. İkincisi də ki enlidir. Belə torba fason bir şeydir. Nəysə gəlmişəm, evdəyəm. Forum maraqlı keçdi. Çay süzümüzün oturaq danışaq. Selamun aleyküm. Necəsiniz? Nə var, nə yox? Deməli axır ki gəlmişəm, evdəyəm. Elə yoruldum, inanırsınız. Elə bir dünyanı gəzib gəlmişəm. Amma fərqli üçün həqiqətən də yaxşıdır. Arada bir haralarsa getmək lazımdır. Çünki həm adam başqalaşır, həm də dünyavi dərdlərdən biraz uzaq olursan. Çünki belə bütün gün stres olursan, iş ev, həm insan elə bilir ki, həyatını ancaq işə görə yaşayır da, bir qəribə bir hiss keçirdirsən. Ona görə mənim üçün bu dəyişiklik xoş oldu, həqiqətən də əyləndim, dedim, güldüm, yeni insanlar tanıdım. Belə gəlmişəm, indi evdəyəm. Qaydanda da şey aldım özümə Nərmanovdan. Bir dənə qəşəng Spartini dəst almışam. Qiyməti çox ucuz, 15 manat almışam. Nə edəcəkdim sizə? Birinci o şeylərdən danışım, tədbirdə olanlardan danışım. Sonrası keçək paltar göstərəm sizə. Deməli getdik, bacı səhər saat 10 yarısı başlayırdı. 10 yarısı tədbir başlayır. Adamın yuxusu gözündən tökülür. Səhər saat təsadüfi şəkildə 6 idi, 7 işləmiş saat oyanmışdım. Durdum, hazırlaşdım, saçım falan fenlədim, elədim. Düzdür, axşam ucu saçımdan heç nə qalmır. Amma yenə də onu dediyim ki, tədbir ödənişli idi. Yəni 85 manat idi biletin biri. Mən sadəcə olaraq elə bir son vaxtlara yaxın aldım. Ona görə endirimdən aldım, ucuz aldım, 40 manat aldım da, belə deyim. Ondan sonra getdim, bacı bircə bitər getdim, satdım. Axır ki, yarı taksi, yarı avtobus. Belə yerlərə gedəndə bayağı bir xərcim çıxır, onu da deyim. Konsertə getdim, məsələn, belə bir tədbirə getdim. Sonra bir dəfə şeyə getmişdim Bakıya. Nə keçirir da Allah. Trend yolunun tədbiri vardı, ona getdim. Orada da yəni xeyli pulum çıxmışdı. Hələ taksi 20 manat pul vermişdim. Amma en azından deyirəm ki, biraz fərqli olurdu. Yəni bütün günü eyni şeyi yaşamışdım. Bu da əlimdə qaldı. Niyə bunu əlimə elədim? Bunu mənə hədiyyə verdilər oradan. Tək mənə yox, orada iştirak edən bütün xanımlara hədiyyə verilibdi bu. Buna çarımlar falan taxırsan, belə qəşəng bir şey olur. İnşallah mənim də fikrim var, alacam, taxacam, daha belə estetik qəşəng bir şey olsun. Orada Günel Qurbanova var, bilməm tanıyırsınız, tanımırsınız. Ağ Günel adıyla Instagramda çıxış edir. Həm də onun belə brend səhifəsi var ki, hansı ki bijutériya satır. Bax, onun şeydi bu, aksesuarı mı deyim, nəyi mi deyim, axır qolbaqdır da. Mən də inşallah sağlıq olsun. Mən bunu şəhərə yolun düşəndə təzədən bundan şeylər alıb taxacam. O səyahətdir, sıra pişikdir, belə şeylər, şirin şeylər alıb taxacam, daha maraqlı olacaq. Potom sizinlə də danışım.
Qaydanda YouTube kanalından məni izləyən qızlardan biri metroda təsadüfən məni gördü. Deyir ki, xanım, sizi tanıyıram. Deyirəm ki, hardan tanıyırsınız? Deyir, bəs YouTube kanalının. Deyir ki, birinci oxşatdım, sonra dedim ki, birdən səhv deyərəm. Sonra deyir, dırnaqlarınıza baxdım, axırıncı dırnaqlarınız belə idi, bildim ki, həmin xanımsınız. Dedim, ay Allah, nə gözəl, nə gözəl. Artıq ben de tanıyorum. Əslində YouTube'da 12.100-nə qədərsə belə bir şey izləyicim var və realdır, hamısı realdır da. Yəni YouTube'un hamısı realdır. Çünki YouTube'a reklam qoymamışam, YouTube'a əlavə bir raskod eləməmişəm. YouTube üçün belə deyim, heç eləməmişəm də. YouTube'da o 12.000 izləyici öz-özündən həqiqətən də artıb da. Yəni kim ki məni izləyir, buradan onlara qucaq dolusu salamlar deyirəm. Çox sağ olun, hər biriniz yaxşı varsınız. Mənim üçün xoşdur həqiqətən də sizləri görmək, sizləri izləmək. Hər hansı bir yerdə görəndə yaxınlaşmağınız da mənə çox xoş olur və məndə motivation yaradır ki, yenidən maraqlı videolar çəkim, uzun vloglar çəkim. İnşallah ki, davamlı olaraq da çəkərəm. Biraz işlə bağlı yorğunçuluq olur, çəkə bilmirəm, çətinlik olur, amma belə davamlı olaraq çalışacağım ki, sizlər üçün maraqlı kontent yaradım, bacılar. İnşallah. Nəysə belə. Nə deyirdim? Spartinin getirdim sizə göstərim. Ayaq üstü deyir bir dənə, bunu da həll eləyək deyəm. Bu Spartinin çox ucuz almışam həqiqətən deyəm. Mən bu qədər ucuz gözləmirdim. Bu mənə bu verilən hədiyyənin paketidir. Bunun yox, daha doğrusu bunun qablaşdırması da çox gözəldir. Həqiqətən də əməklərin inşallah qarşılığını görsünlər. İnşallah arzu edirəm. Çünki hər bir insan həqiqətən də biznes olsun, sadə bir həyat olsun, həqiqətən də əziyyət çəkirik. İndiki dövrdə xüsusən də gənclər o qədər zəhmətkeş olmağa çalışır ki, özləri üçün gələcək yaratmağa çalışırlar da. Yəni ona görə dəstək olmaq lazımdır. Əgər əlinizdən gəlirsə, təzbiq işi dəstək olmalıyıq. Bu mənim aldığım spor filmidir qızlar. İndi istəyirəm geyinəm, gəldim əynimə göstərim bunu. Həm ucuzdur, həm də materialı çox qəşəngdir. Yəni yumuşaq materialı var. Sonqartda məncə 30 manata falan satılanlardandır. Nərmanovdan aldım 15 manata endirimdə, yəni su qiyməti də, yəni bundan yaxşı. Bundan iyisi Şamda qayısı, geyin həyətdə gəz, geyin, nə bilim, biz indi dəniz qırağında qalırıq da yürüyüş eləmirsən. İndiki vaxtlarda geyinib onu yürüyüş etmək olar. İndi geyinəcəm, gələcəm. Baxın və dəyərləndirin, görün necədir. Və qızlar geyindim, gəldim, belə bir dəstir. Çox qəşəngdir, həqiqətən də çox bəyəndim. Yəni həm belə deyim də materialı yaxşıdır. Bilməm necə göstərim bunu sizə tam dəqiq görəsiniz. Nə qədər də çalışsam çox uzağı götürmür kamera. Həm belə materialı çox qəşəngdir. Arxasında çönüb baxın. Arxası da çox bilinmir, yəni normaldır. Super. Mən like elədim. Bilmirəm, bir dəfə maşına girər, çıxar, nə olar onu bilmirəm. Maksimum şəkildə çalışın, mənim kimi də elə bir-iki dəfə hörmət edin paltaya. Yəni əldə yuyun, imkan varsa biraz daha çox çirkləndirməməyə çalışın, mümkündürsə. Sonrasında hamısı bir-birini tay olur, gedir. Amma belə çox qəşəng, xoşuma gəldi. Əsl ora-bura gedəndə geyinləsi dəstir. Yəni ora-bura deyəndə həyata bazarını nəzərdə tuturum. Amma geyinib qonaq yerinə gedəsi döysən ki, belə qırağında belə xətləri var. 15 manata bundan yaxşısı ola bilməzdi. Yəni indiki dövrdə 15 manata heç nə yoxdur, heç nə. Ona görə də ben şu an kendimle gurur duyuyorum. Ona görə gurur duyduğum için de uzun sizə anlatıyorum arkadaşlar. Böyle, neyse. Və getdim, əynimi dəyişdim, gəldim. Bu şalvar köynəyə giymişəm, şalvar dünü Spartilindən. Bunu mənim iş yoldaşımdan almışdım. Səhv xatırlamamsa 30 neçə manat almalıydım. Bu da qəşəngdir, gündəlik üçün rahatdır da evdə giyinməli falan. Harasa gedəndə deyildi də, yəni həyətə vacıya düşəndə də rahat giyinmək olar deyə düşünüyorum. İndi gedim, real həyatla üz-üzə gəlim qızlar, çünki indi paltar asaq. Bugünkü günün sonuna gəldik. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Səhifəmi izləməyi, bəyənməyi unutmayın.